Din xadiminin həyatına suiqəst etməyə hazırlaşmaqda təqsirləndirilən Nərminə Şabanova, Elvin Əhmədov və Naib İsmiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində DTX başlanılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Global Az Reporta istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib. İttihama görə Nərminə Şabanova xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək, xarici dini icmanın sədrinin şəkil və videolarını həmin şəxslərə göndərmək qarşılığında 50.000 manat pul almağa razılaşıb. Daha sonra onlar sədrin həyatına son qoymaq məqsədi ilə N. Şabanova vasitəsilə Naib İsmiyevi işə daxil edərək suiqəst təşkil etməyi planlaşdırıblar. Təqsirləndirilən şəxslər suiqəstin təşkil olunacağı və daha sonra qaçacaqları yeri aydınlaşdıraraq video görüntüyə alıblar. Növbəti proses 26 fevrala təyin olunub.